Salam əziz müəllimlər, necəsiz? Dediyim kimi mən sizə məndə olan təsviri incəsən 2-ci sinif kitabından məlumatlar verəcəm. Burada qeyd olunub Michel Abdullayev gençlik əsəri bu digər kitabda var idi. Daha sonra Raman Rəhmanzadənin Nohur əsəri, Məhəmməd Orucovun Üzüm yığımı əsəri qeyd olunub. Sonra Nohur nə deməkdir? Nohur süni gölməçə deməkdir. Daha sonra Lətif Feyzulayevin Abşeron bağ yerləri əsəridir. Kəpəzin göz yaşı, Səttar Bəhluzadənin. Ondan sonra burada silüet haqqında məlumat verilib. Silüetdəki əşyanın, fiqurun bir rəngi təsvirinə deyilir. Əsasən profildən götürülür, kölgə deməkdir. Mən sizə digər kitabda olanlar paylaşmayacağım, yəni eyni olanları paylaşmayacağım. Vaxta görə qısa vaxt çəksin deyə. Əsas hansılardır, hansı mövzular yoxdur, hansı əsərlər yoxdur, onları göstərəcəm inşallah. Deməli, Asif Azərəlinin Batabas gölü, bildiyim deyəsən, yadımda qaldığı qədər digər kitabda bu yox idi. Bu olmalı idi Antoğrul Nərmanbayev Naturmort əsəri. Daha sonra Əbdülxaliqin Ananın portreti əsəridir. Yine bunlardan geçmişdik. Böyük Ağa Mirzəzadənin Bizim kəndin sakinləri, Tahir Salahovun Fikrət Əmirovun portreti. Daha sonra konstruksiya haqqında məlumat verilib. Konstruksiyadakı rəngi kağızları qatlayaraq, kəsərək yapışdırma texnikasıdır. Burada qeyd olunub. Müxtəlif hissələrdən hansı bir obrazın, hansı bir naxışın bəzən yaradılması da belə deyək. Daha sonra Əli Verdiyevin Qız portreti əsəri, Hüseyn Hüseynovun Rüstəmin portreti, Böyük Ağa Mirzəzadənin Səhra Cemli qız, Tahir Salahovun Dimitra əsəri. Bunlar var. Daha sonra Tahir Salahovun Koroğlu əsəridir. Tahir Salahovun yenə Abşeron qadınları əsəri, Picasso'ndakı kürə üzərində qızcığaz əsəri. Daha sonra Səttar Bəhluzadənin Çiçəklənən bağ əsəri bu var idi. Sonra Bağır Muradın Botanika bağında yaz, Nadir Əbdülrəhmanovun Dağlarda yaz əsəri. Deməli müəllimlər, digər kitablarda olmayanlar bunlar idi. Çalışdım bunları da paylaşım sizlər üçün. Yəni bu məndə olan, bu nəşrdəki olan kitabdır. Bu kitabı daha doğrusu nəşrdəki 2013-cü ilin bu dərsdə idi. 2013-cü ildə olanda. Üzerinde fikir vermeyin, biraz şeydi, dersi yani qaralamalarda çoxdan kitabı da bu məndə artıq məndə 6 il var ki məndədir, onun üçün oldu. Sağ olun müəllimlər.